Əmanətlərin ən yaxşısı əhdə vəfa etməkdir. Məsləhətləşmək üçün ən layiqli insanlar ağıllı, elmli, təcrübəli və uzaq görən şəxslərdir. Təcrübəsi az olan tez aldanar. Uzaq görən o kəsdir ki, özünə yaxşı dost seçsin. Çünki insan öz dostu ilə ölçülüb tanınar. Uzaq görən insanın ağlı onu hər cür alçaqlıqlardan qoruyar. Uzaq görən o kəsdir ki, öz vədinə əməl etsin və bugünün işini sabaha qoymasın. Məşvərət etməyin özü bir qələbədir. Məşvərətə çağırılan şəxs əmin olmalı və xəyanətə yol verməməlidir. Hər təcrübədə öyüd nəsihət vardır. Hər adamın düşüncəsi təcrübələri qədərdir. Qələbə uzaq görənliklədir. Uzaq görənlik isə təcrübə ilə. Çətinliklərə və müsibətlərə dözümsüz olmaq həmin çətinliklərin və müsibətlərin özündən də çətindir. Kişilərin ən yaxşı əxlaqı helimli və dözümlü olmaqdır. İnsanın gözəlliyi onun səbirli və dözümlü olmasındadır. Əgər səbirli deyilsənsə, özünü səbirli olmağa məcbur et. Çətinliklərə dözümsüz olmağın özü də bütünlüklə əzab-əziyyətdir. Çətinliyə qarşı dözümsüz olmaq çətinliyi artırar, lakin dözümlü olmaqsa o çətinliyin qarşısını alar. Müsibət və çətinlik birdirsə, dözümsüzlük və səbirsizlik onu iki edər. Ən gözəl dərman yersiz arzuları tərk etməkdir. Səni çox istəyən şəxs səni pisliklərdən çəkindirər. Çox yemək ağzı iyləndirər. Çox yemək qarınqululuq əlamətidir və qarınqululuq insan üçün ən böyük eyibdir. Çox yeməkdən çəkinin, çünki çox yeyən insanın xəstəlikləri çox olar. Çox yeməklə sağlamlıq bir yerə sığmaz. Yeməkdən əvvəl və sonra duz yeməyi unutmayın. Qızıl və gümüş qablarda yemək yeməyin. Vaxtı sona yetən şəxs möhlət istəyər və vaxtı olan şəxs bəhanə edər ki, hələ vaxtım var. Qüssələrin ən pisi fürsətləri əldən verməkdir.